həyat yoldaşlarına, bazı qardaşlarına. Allah hər birimizə səbr versin. Nə desə, yəni bu 5 il necə gəlib keçib, onu sizlər daha yaxşı bilirsiniz. Buradan bir də deməm odur ki, hər bir övlada, qardaşa, şəhidlərimizi unutmayaq. Daima yaddaşlarda qalsın. Tarixi yazan onlardır. Necə ki, 92, 93, 94, 88-dən üzüb bu il 30 ilə kimi necə ki, şəhidlər verdik, ailələr itirdik, onları unutmayaq. İndən belə 100 il yaşasaq da neçə, Allah nə qədər ömrü versə yaşasaq da o şəhidlərimizi unutmayaq, yaddan çarpmayaq. Necə ki, bu il 5 ilimizi şəhidlərlə keçiririk, ailələri ilə. İndən belə də yəni keçirilirsə, keçirilməzsə də yəni unudulmasın əsasən, şəhidlərimizin heç biri unudulmasın. 88-dən bəri keçirilən il dönümləri, hər bir anlar necə şəhid anası, şəhid atası keçirirsə, ona ən az aşağısını necə deyim, hər birimiz hiss edirik. O hissləri keçirən hər bir övlad bilir, hər bir ailə bilir yəni onu. Allah hər birinə rəhmət eləsin, qarşınıza baş əyləyəm, Allah hər birinizə səbr versin. Nə qədər desəydi yəni o deyiləsi söz verir.